Yeri vardır bu kimi şəxsi Allah Teala sənə mənə nümunə verər. Nə qədər zillət çəkdi. Həmin o İbrahim ki Allah Qur'an-ı Kərimdə buyurur ki gəlir bir dəstə aya sitayiş edirdi, bir dəstə ulduza Allah deyirdi, bir dəstə günəşə Allah deyirdi, bir dəstə büt düzəltmişləri ilə Allah deyirdi. Hərə bir şey Allah düzəltmişdir. Allah Qur'anda buyurur ki فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَا أُحِبُّ الْآفِلِينَ Gəldi, ulduza sitayiş edənlər. Neyə verədir? Desin ki, yox, düz deyilsiniz. Elə demədi. Məntiqa bax İbrahimdə. Baxdı, dedi ki, əcəb parlaq ulduzlardır. Bu da mənim Rəbbimdir, özünə Rəbb seçdim, Allahımdır. Fələmmə əfəl, güneş ulduz ki, yoxa çıxdı. Dedi ki, la uhibbul afilin. Yox, əzizlər, bu Allah ola bilməz. Baxdı ki, mən vatanları sevmərəm dedi. Məntiqlə əvvəl qəlblərində yol elədi. Başqasını eyb tutarla vur məsələsindən itələmə, batil olmağını demə. Məntiqlə başa sal, özü başa düşər. Əvvəl dedi ki, hada Rabbi, mən də sizin kimi deyirəm Rəbbimdir. Məntiqi görsən. Sonra ardı var. فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِنْ لَمْ يَهْدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ Aya baxdı, dedi, əcəb parlaq aydı. Aya sitayiş edənlər dedi, desən İbrahim bizim ayı bəyəndi. Dedi, hada Rabbi, bu da mənim Rəbbim. Fələmma əfəl, ayda göydə həmişə durmur. Səhər oldu, ay gedir işini qalacaq. Ay ki batdı, dedi, yox. Lə illəm yəhdini Rabbi lə əkunənnə minəl qavmid dallin. Əgər Allah məni hidayət eləməsə, yolunuz azmışlardan olaram. Yəni, demədi, siz yolunuzu azıqsınız. Qızım, sənə deyirəm, gəldim eşit. Dedi ki, əgər Allah məni hidayət eləməsə, yolunu azmışlardan olaram. Yəni, siz yolunuza azıqsınız. Bu nədir sitayiş edirsiniz? Məntiq. فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغًا قَالَ هَذَا رَبِّي هَذَا أَكْبَرُ فَلَمَّا أَفَلَ Güneşi de gördü, dedi, əcəb böyük güneşdir. Budur mənim Rəbbim.